Frekans çatmadığı üçün keçid qapısı bağlandı. İkinci dəfə qapı açılana qədər burada qalıb onurlu bir savaşçı kimi yaşamalıyıq. Bu, yad planetlilər tərəfindən Bosna piramidlərinin içinə yazıldığı iddia edilən mətndir. Piramidalar dedikdə ağla ilk Giza piramidaları gəlir. Amma dünyada Misirdən fərqli yerlərdə çoxlu piramidalar var. Məsələn, Mayalar və Azteklər də pilləli piramidalar tikib. Amma bizim videomuzun mövzusu Bosna piramidalarıdır. Bosniyada yaşıllıqlarla örtülmüş 5 ədəd piramida tapılmışdır. Bunlar Günəş, Ay, Əjdaha, Eşq və Torpaq piramidasıdır. Ən böyüyü Günəş piramidasıdır. Bu piramidaları ilk dəfə Doktor Osman Agic 2005-ci ildə kəşf etmişdir. Günəş piramidasının hündürlüyü ilk olaraq 220 metr ölçülsə də torpaq altındakı hissədə tapıldıqdan sonra 360 metrə çatmışdır. Piramidanın yaşı təqribən 29300 ildir. Bu Misir piramidalarından çox əvvəl tikildiyini göstərir. İçəridə tapılanlar isə insanı çox düşündürürdü. Daş kitabələrdə yad planetlilərlə əlaqə qurulduğu yazılırdı və belə bir cümlə var. Frekans çatmadığı üçün keçid qapısı bağlandı. İkinci dəfə qapı açılana qədər burada qalıb onurlu bir savaşçı kimi yaşamalıyıq. Əlbəttə, başqa qəribəliklər də var. Məsələn, piramida davamlı olaraq 28 kHz bir frekans yayır. Ərazidə 2 metr 40 santim ucalığında tunellər tapılmışdır. Və bu tunellərdə mənfi ionlar var. İçəri girən turistlər tuneldə daha enerjik hiss etdiklərini deyirlər. Və digər maraqlı element isə Günəş piramidasının 2440 metr altında bir metal lövhə var. Bu, yeraltı suyun bölündüyü yerə xüsusilə qoyulub. Və bu bölünmə zamanı lövhə titrəyərək 10 kilovoltluq bir enerji alınır və piramida formasına görə bunu çoxaldaraq güclü bir frekansa çevirir. Ümid edirəm ki, bu video xoşunuza gəldi və videomu bəyənərsiniz.